Hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarının 38-ci sualın izahını verəcəm. Sualımız say sistemlərinə aid belə bir sual nümunəsidir. Baxaq. Deməli, məlumatın rabitə kanalı ilə göndərilməsi üçün dörtlük say sisteminin rəqəmlərindən istifadə edilir. Kodlaşdırma belə aparılır. Əvvəlcə hər bir rəqəmə onun iki rəqəmdən ibarət olan ikilik yazılışı qarşı qoyulur. Yəni nə deməkdir? Dörtlük say sistemində deyək ki, x, y, z belə bir ədəd verilib dörtlükdə. Bunu ikilik say sisteminə keçirmək deməkdir. Yəni hər bir dörtlük rəqəm ikilik say sistemində iki rəqəm ifadə edir. İndi çevrilmənin təmayülünü izah edəcəm. Daha sonra alınmış ardıcıllıqda bütün sıfırlar birlərlə, birlər sıfırlarla əvəzlənir. Aha, bu ədəddə hər bir rəqəmi ardıcıl olaraq 1-2 qaydası ilə kodlaşdırıldıqdan sonra alınmış ikilik ardıcıllıq 8-lik say sistemində neçə olar? Yəni ikiliyə keçirəndən sonra alınmış rəqəmdə 8-liyə çevirməyimizi istəyir. İndi gəlin baxaq. Bizə verilən ədəd hansıdır burada? Deməli, bizə verilən ədəd, baxın, bu ədəddir. İndi gəlin bu ədədi biz əvvəlcə ikilik say sisteminə gətirək. Baxın, biz misal üçün 8-lik say sistemindəki bir ədədi ikiliyə gətirəndə nə edirdik? 4, 2, 1 qaydasından istifadə edirdik də. Yəni 8-lik say sistemindəki hər hansı bir ədəd ikilik say sistemində 3 ədədə bərabər olurdu. 3 bitə bərabər olurdu. Bu da hardan gəlirdi? Elə bilin ki, n bərabər 8 idi. 8 simvollu əlifbada 1 simvol neçə bit olurdu? i bərabər 3 bit olurdu da. Baxın, ona əsasən 8-lik say sistemində 3 bit, 16-lıq say sistemində 4 bit olurdusa, deməli 4-lük say sistemində də 2 bit olacaq. n bərabər 4 olanda i neçə eləyəcək? 2 bit eləyəcək. Ümid edirəm, fikrim aydındır. 8-likdə 4-2-1 qaydasından istifadə edirdik. 16-lıqda 8-4-2-1 qaydasından istifadə edirdik. 4-lükdə isə biz nədən istifadə edəcəyik bu halda? Sadəcə 2-1 qaydasından istifadə edəcəyik. Nəzərə alın ki, baxın, bu 3 ədədi toplayanda 8-lik say sisteminin ən böyük rəqəmi, yəni 7 alınır. Bu 4 rəqəmi toplayanda 16-lıq say sisteminin ən böyük rəqəmi, yəni 15, yəni başqa sözlə f alınır. Bu iki rəqəmi də toplayanda 4-lük say sisteminin ən böyük rəqəmi, yəni 3 alınır. Ümid edirəm, fikrim aydındır. İndi gəlin bu qaydaya əsasən verilmiş dörtlük ədədi ikilik say sisteminə çevirək. Deməli, bu ədədi ikiliyə gətirmək üçün nə edirik? Dediyim kimi 2-1 qaydasından istifadə edəcəyik. Və axırdan əvvələ doğru gedək. 2 ədədini mən əgər 2-1 qaydasına əsasən ikilik say sisteminə gətirsəm nə edirəm? 2-nin altına yazıram 0, 1-in altına yazıram 1. Bu olacaq 0, 1. 1 necə olacaq? 1 olacaq deməli. Üzr istəyirəm, 2 olmalıdır, 1, 0. Bir dəqiqə, burada səhvə yol verdim. 2 olacaq burada 1, 0, 1, 0. 1 olacaq 0, 1. 2 olacaq yenə 1, 0. 0 olacaq zaten 0, 0. 3 olacaq 1, 1 və 1 olacaq neçə? Deməli, 1 olacaq yenə 0, 1. Bu formada bir ikilik ədəd aldıq. İndi gəlin bunun sıfırlarını birlərlə, birlərini sıfırlarla əvəzləyək. Deməli, aldığım ədədi yazım hələ bura. İndi verilmiş bu ədədin sıfırlarını birlərlə, birlərini sıfırlarla əvəz edək. Yazıram. 1, 0, 0, 0, 1, 1. Baxın, bu ikisi. Bu olacaq 0. Bu 2, 0 olacaq 1, 1. Bu 2, 1 olacaq 0, 0 və sondakı 0 olacaq 1. Bu formada bir ədəd alınır. İndi verilmiş bu ədəddə çevirməliyik 8-lik say sistemində. Bu ədəd 2-lik say sistemindədir. 8-liyə gətirəndə nə edirdik? 4, 2, 1 qaydasından istifadə edirik. Yəni 3, 3 ayırırıq. Bu 3 ayıranda olacaq 4, 2, 1-dən olacaq 1. Buradan deməli 3, 3 ayırırıq. 4, 2, 1, 2, 1 eləyəcək 3. Buradan yenə 3, 3 ayırırıq. 4, 2, 1 qaydasına əsasən bu da eləyəcək 3. Burada da son üçlüyü ayıranda 4, 2, 1 bu da eləyəcək 4. Cavab olacaq 4, 3, 3, 1. Baxın, gəlin aydın yazım hər ehtimala qarşı. Bizdə rəqəm neçə olmuşdu? 1, 0, 0, 0, 1. Daha sonra deməli 1, 0, 1, 1, 0, 0, 1. Belə bir rəqəm alınmışdı ikilik say sistemində. 8-liyə gətirəndə nə edirdik? 4, 2, 1 qaydasından yazırdıq. Baxın, 3 dənə rəqəmi seçdim. 0, 0, 1. Deməli, 1-in altında 1 var, götürürəm. Daha sonra 0, 1, 1. 2, 1 elədi 3. Yenə 0, 1, 1 yenə elədi 3. Və son olaraq 1, 0, 0 elədi 4. Gördüyünüz kimi belə bir nəticə əldə eləmiş olduq. Cavab oldu A variantı. Bu qədər. Sağ olun, Allah'a əmanət.